Salam əziz xanımlar, bugün sizə vaginoplastika haqqında məlumat vermək istəyirəm. Vaginoplastikanın hansı növünü seçək? Lazer vaginoplastika yoxsa cərrahi vaginoplastika? Xanımlar bu haqda çox suallar verirlər. Doktor, lazer vaginoplastika hansı halda kömək edə bilər? Ümumiyyətlə bunu biz qərar verməliyik. Müayinə zamanı biz baxırıq və qərar veririk ki, sizə hansı kömək edə bilər. Əgər sizdə doğuş olmayıbsa, hamiləlik keçirmişsiniz, keysəriyyə olubsa və uşaqlıq onun birinci, ikinci dərəcəli sallanmaları varsa, ağır üçüncü dərəcəli sallanmalar yoxsa, sistesel, rektisel əlamətləri yoxsa, bu zaman sizə əlbəttə ki, lazer vaginoplastika effekt verəcəkdir. Həmçinin bu durumda lazer bu tonusun artırmasına, əzələlərin möhkəmlənməsinə, turqorun bərpasına, həssaslığın artmasına və bir sıra digər nüanslara təsir göstərərək, həmçinin sidik qaçırmalara, askırma, öskürmə zamanı olan sidik qaçırmalara müsbət təsir göstərəcəkdir. Lakin əgər sizdə uşaqlıq yolunda sallanma 3-cü dərəcəlidirsə, uşaqlıq yolundan həmçinin sidik hissəsinin uşaqlıq yoluna doğru ön tərəfdən və arxa tərəfdən bağırsağın uşaqlıq yoluna doğru sallanması varsa, bu halda əlbəttə ki, cərrahi vaginoplastika aparılmalıdır. Daha sonra möhkəmləndirici olaraq, yeniləyici olaraq lazer vaginoplastikani da cərrahi vaginoplastikaadan 2 ay sonra əlavə etmək olar. Əlbəttə ki, bu zaman daha yaxşı, gözəl nəticələr əldə olunacaqdır. Hər birinizə sağlamlıq arzu edirəm.